Mərhəmətli və bağışlayan Allahın adıyla. Nəhcül bəlağa. Çirkin və pis əməllərinə görə sizdən qabaqki ümmətlərə gəlmiş əzab və çətinliklərdən qorxun. Onların başına gələnləri xeyir-şərinizdə yad edin. Onlar kimi olmaqdan çəkinin. Onların iki yaxşı və pis hallarının fərqləri barəsində düşündükdən sonra yaxşı hallarını seçin. Həmçinin qəlblərdə kin bəsləmək, sinələrdə düşmənçilik daşımaq, insanların bir-birilərinə arxa çevirmələri və əllərin bir-birinə kömək etməməsi səbəbindən keçmişlərin bel fəqərə sümüyünü sındırmış və güclərini süsləşdirmiş hər bir işdən uzaq olun. Eləcə də sizdən qabaqçı möminlərin vəziyyətləri, sınaq zamanı və əziyyət çəkərkən necə olmaları barəsində düşünün. Məyər onlar digər insanlardan daha ağır vəziyyətdə, başqalarından daha çox əziyyət çəkən deyildilər və həyatları dünya əhlindən daha sıxıntılı deyildi? Fironlar onları nökər və qulluqçu edirdilər, əzabın çətinliyini onlara daddırırdılar və acılığı onlara qurtum-qurtum içirdirdilər. Buna görə də onlar həmişə həlak olma xarlığı və hökm altında istismar vəziyyətində idilər. Boyun qaçırmaq üçün, çarə və müdafiə üçün yol tapmırdılar. Nəhayət, Allah onların onun məhəbbəti yolunda əziyyətlərə səbr etməkdə çalışqanlıq göstərmələrini və ondan qorxduqları üçün iyrəncliklərə dözmələrini nəzərə aldı. Onları ağır çətinliklərdən xilas etdi. Onlara xarlıq və həqirliyin əvəzində izzət və möhtərəmlik, qorxunun əvəzinə dinclik əta etdi. Beləliklə, əmr verən hökmdarlar və yol göstərən rəhbərlər oldular. Allah tərəfindən onlara arzusunda olduqlarından da çox izzət və böyüklük bağışlanıldı. Beləliklə, cəmiyyətləri bir yerə toplaşanda, fikirlər birgə, qəlblər bir, əllər bir-birinə yardımçı, qılınclar bir-birinə kömək, uzaq görənlik dərin və qərarlar yekdil olanda onların necə olmalarına nəzər salın. Məyər yer üzünün böyüyü və insanların hər şeyinin ağası deyildilər? Sonra onların işlərinin axırında parçalanma yarananda, mehribanlıq və birlikləri bir-birinə dəyəndə, sözləri ilə qəlblər arasında fərq yarananda, dəstə-dəstə olub bir-birlərinin canına düşəndə və bölünərək bir-birləri ilə vuruşanda düçar olduqları şeyə nəzər salın. Allah İzzət və böyüklük libasını onların əyinlərindən çıxartdı, nemət bolluğunu onlardan aldı və sizin öyüd götürənlərinizin ibrət almaları üçün onların başlarına gələnlərin əhvalatı aranızda qaldı. Həmçinin İsmailin övladlarının, İsaqın oğullarının və İsrail övladının başlarına gələnlərdən ibrət götürün ki, sərgüzəştlər necə də bir-birinə uyğun və əhvalatlar necə də yaxındır. Kəsralar və qeysərlər onlara ağalıq edib, hakim olan gecələrdəki sərgüzəştləri, parçalanma və bir-birlərindən ayrılmalarının necəliyi barədə fikrə dalın və düşünün. Onları əkin yerlərindən, İraq çaylarından və dünyanın yaşıllıqlarından yovşan bitən, bərküləklər əsən və yaşayış çətin olan yerlərə qovdular. Beləliklə onlara yoxsul, kasıb, yaraya və dəvə tükünə yoldaş halda dərk etdilər. Onlar ev və məskən baxımından, tayfaların ən həqiri və oturaq salma baxımından ən bədbəxti idilər. Nə bir başçının ətrafına toplaşırdılar ki, ona sığınsınlar, nə də dostluq və mehribanlığın kölgəsi altına yığışırdılar ki, onun izzət və böyüklüyünə arxalansınlar. Beləliklə, nigaran vəziyyət, ixtilafı, əllər və parçalanmanın çoxluğu ilə ağır çətinlik və qızları diri-diri torpağa bastırmaq, bütlərə istayiş, qohumlardan uzaqlıq və hər bir yolda soyğunçuluq etmək kimi cəhalət və nadanlıq içərisində idilər. Sonra da Allahın onlara peyğəmbər göndərdiyi, onları onun şəriətinə tabe etdiyi və həmin peyğəmbərin dəvəti ilə onları toplayaraq bir-biri ilə mehribanlaşdırdığı zaman onlara verdiyi nemətlərinə nəzər salın. Baxın ki, nemət və rahatlıq özünün kəramət qanadlarını onların üzərinə necə sərdi. Onlar üçün rifah və bolluk çaylarını necə rəvan etdi
və şəriət onları öz bərəkətli xeyirlərində necə topladı. Beləliklə, onun nemətində qərq oldular və onun həyatının ləzzətindən məmnun qaldılar. Həyatları qalib şahın kölgəsində quruldu və vəziyyətlərinin yaxşılığı onları böyüklük və qələbənin kənarında yerləşdirdi. Qüdrətli şahlığın ucalığı sayəsində işlər onlara asanlaşdı. Beləliklə, onlar aləmdə olanlara fərman verənlər və yerlərin şahları idilər. Onlara hakim olmuşlara hakim oldular və onlara əmr verənlərə əmr verirdilər. Onlara nizə atılmır, daş tullanmırdı. Bilin ki, siz əllərinizi itayət və tabeçilik kəndirindən çəkdiniz. Allahın ətrafınıza çəkilmiş hasarında cahiliyyət hökmləri ilə uçuq yaratdınız. Eyb və nöqsan sifətlərdən pak və uzaq olan Allah, bu ümmətin boynuna aralarında yaratdığı, kölgəsinə daxil olduqları və kənarında qərar tapdıqları bu ülfət və mehribançılıq bağlantısında qiymətini yaratdıqlarından heç bir kəsin bilmədiyi bir nemətlə haqq qoyub. Çünki qarşılıqlı ülfət və mehribanlığın dəyəri hər bir qiymətdən artıq və hər bir böyüklükdən böyükdür. Bilin ki, siz hicrətdən sonra bədəvi ərəb oldunuz. Həmçinin dostluqdan sonra dəstələrə parçalandınız. İslamla onun adından başqa heç bir əlaqə və bağlılığınız yoxdur. İmandan, onun nişanəsindən başqa bir şey tanımırsınız. Deyirsiniz ki, oda gedərik, amma xarlığa razı olmarıq. Bu məsələ zillət və xarlığa boyun əyməyən kəslər deyirlər. Bu məsəl haqq barəsində deyilsə, çox gözəldir. Amma əgər batil və nahaq barəsində deyilsə, səhvdir. Sanki siz İslamın hörmət pərdəsini yırtmaq və peymanını sındırmaqla onu baş aşağı və tərsinə çevirmək istəyirsiniz. Elə bir peyman ki, Allah onu yer üzündə sizin üçün sığınacaq və yaratdıqları arasında əminamanlıq və rahatlıq edib. Əgər siz İslamdan qeyrisinə sığınsaz, kafirlər sizinlə vuruşacaqlar. Həmin vaxt Cəbrail, Mikail, mühacirlər və ənsar da olmayacaq ki, sizə kömək etsin. Allah aranızda hökm çıxarana kimi ancaq qılıncla vuruşacaqsınız. Allahın əzabı sıxan və ağrıdan bəla və çətinlikləri, dövranları və hadisələri barəsindəki məsəl və sərgüzəştləri əliniz altındadır. Buna görə də Allahın məsuliyyəti alacağına nadan olmağınız, bərkə çəkməsini yüngül saymağınız və əzabına düçar olmamağınız səbəbindən onun əzabını uzaq sanmayın. Eyb və nöqsan sifətlərdən pak və uzaq olan Allah, keçmiş ümmətləri onların əmr və məruf və nəhy əz münkəri tərk etmələrindən ayrı bir səbəbdən öz rəhmindən uzaqlaşdırmayıb. Odur ki, Allah ağılsız və qanmazları günah etdiklərinə, ağıllıları isə pisliklərdən çəkindirmədiklərinə görə lənətləyib.